Mətn suallarının gəlin izahına baxaq. Mətndən xəbəri olmayanlar varsa, yəni sınağa getməyənlər varsa, mənimlə birlikdə mətni oxusunlar və sualları cavablandırmağa çalışsınlar. Başlayırıq mətnin izahına. Deməli, Firidun bəy Köçərli mətni. Azərbaycan mədəniyyətində, elm və təhsil həyatında bir çox ziyalılarımızın əvəzsiz rolu olmuşdur. Onlar xalqın mədəni səviyyəsinin artması, dünya ilə ayaqlaşması üçün əllərindən gələn hər işi görməyə çalışmışlar. Mətnimizin birinci abzasında Azərbaycan mədəniyyəti üçün, elmi təhsili üçün deməli ziyalılarımızın rolundan danışır ki, həmin bu ziyalılar xalqın mədəni səviyyəsinin artması, dünya ilə ayaqlaşması üçün deyir, çalışıblar, əllərindən gələni görüblər. Baxaq indi ikinci abzasımıza. Belə ziyalılarımızdan biri də Firidun bəy Köçərli olmuşdu. O, 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. Həm müsəlman məktəbində, həm də rus məktəbində təhsil alıb. 1878-ci ildə Çerniyevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə onun oxuduğu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriya aparır. 1879-1885-ci illər ərzində Firidun bəy Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Deməli, təhsil müddətində müəllimləri Çerniyevski və Kipiani ilə yaxın münasibət qurur. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən Yunan mütəfəkkirinin fikirləri əsasında Təlim-i Sokrat əsərini yazır. Zöhrabzadə ilə birlikdə Təlim-i Lisan-i Türki adlı dərslik tərtib edir. 1900-cü ildə müəllimlər seminariyasının Ümumdünya Paris sərgisində Qori seminariyasından nümayiş etdirilən eksponatlar sırasına Firidun bəy Köçərlinin kitabları da daxil edilmişdi. 1918-ci ildə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz vəsaiti hesabına Qazax şəhərinə köçürmüş. Bunun əsasında Qazax müəllimlər seminariyası yaradılmışdı. Firidun bəy Köçərli daha sonra Qazaxda ilk uşaq evini açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. Sovet işğalına qədər Qazax müəllimlər seminariyasına rəhbərlik edir. O, müxtəlif illərdə teatr tamaşaları, dünya klassiklərindən bəzi əsərləri Azərbaycan dilinə tərcümə edir. Uşaqların oxuması üçün balalara hədiyyə dərsliyini, Azərbaycan ədəbiyyatı tarixi materialları kitabını yazır. Xalqın maariflənməsi üçün müxtəlif mətbuat orqanları da məqalələrlə çıxış edir. Göründüyü kimi, Firidun bəy Köçərli Azərbaycan xalqının inkişafı üçün Məmməd Arazın dili ilə desək, vətəndaşı olmağı bacarmışdı. Bugün onu biz maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi kimi xatırlayırıq. Mətnin adındakı sual işarəsinin yerinə ən uyğun ifadəni müəyyən edin. Firidun bəy Köçərli, yəni Firidun bəy Köçərli kimdir? Baxın, Firidun bəy Köçərli kimdir? Bu sual işarəsinin yerinə biz nə yaza bilərik? Tarixin atası deyil, çünki tarix haqqında yox, Azərbaycan ədəbiyyatının tarixi haqqında yazıbdır. Bəzi maarifçi fəaliyyətləri var. Poliglot çox dil bilən insana deyilir, çıxdı. Çerniyevskinin dostu təkcə Çerniyevskinin dostu olmasından danışmır ki burada. Böyük dramaturq təkcə dram əsərlərindən, yəni dram əsəri ilə bağlı məlumat vermir. Baxın, deyir ki, maarifçidir, pedaqoqdur, metodistdir, ədəbiyyatşünasdır, publisistdir, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisidir. Yəni, bu adam universal şəxsiyyətdir. Yəni, universal sözünün mənası bilirsiniz nədir? Bir çox məqsədlər üçün çoxlu işlər görən adama deyilir. Yəni, qısası müxtəlif vəzifələr görən adama deyilir. Onun üçün doğru cavab universal şəxsiyyət. B variantı. Mətnə uyğun plan bəndlərini müəyyən edin. Plan bəndləri nə deməkdir? Elə bir hissələrin adıdır plan bəndləri. Deməli, ilk teatrımızın yaradıcıları bundan danışıb mətndə, yox, ilk teatrın yaradıcılarından danışmayıbdır mətnimizdə.
Sadəcə burada teatrla bağlı deyir ki, müxtəlif illərdə teatr tamaşaları dünya klassiklərindən bəzi əsərləri Azərbaycan dilinə tərcümə edir. Onun üçün birlə bağlı bir fakt yoxdur. Bunu çıxdı. Xalqın mədəni inkişafında ictimai-siyasi xadimlərin rolu, məsələn, giriş hissədə deyib bundan biri 2-dir. Musiqişünas Azərbaycan alimi, musiqişünas deyildi ki, Firidun bəy Köçərli maarifçi idi. Baxın, deyir burada. Maarifçidir, pedaqoqdur, metodistdir və s. Yəni, musiqişünas deyildi. Onun üçün 3-ü də çıxırıq. Azərbaycan mədəniyyətinin inkişafında rolu 4-ü də götürdük. Xalqa həsr olunan şərəfli ömür, bəli. Yəni, ömrünü xalqa həsr etdi bir çox fəaliyyətləri ilə, işləri ilə. 2, 4, 5. Doğru cavab A variantıdır. Mətn əsasında Firidun bəy Köçərli ilə bağlı yanlış fikri müəyyən edin. Xalqını maarifləndirmək əsas məqsədlərindən biri olub. Bizdən yanlış fikir istəyir, amma Y variantı doğru fikirdir. Baxın, burada deyir ki, Azərbaycan dilinə tərcümələr edir klassiklərin əsərləri, uşaqların oxuması üçün balalara hədiyyə dərsliyini yazır, Azərbaycan ədəbiyyat tarix materialları kitabını yazır. Təbii ki, bunların hamısı xalqı maarifləndirmək məqsədi iləndir. Yeni çıxdıq. Kipiyan ilə münasibəti tələbəlik dönəmindən yaranıbdır. Bəli. Burada qeyd eləyir ki, təhsil müddətində, baxın, Çernyayevski və Kipiyan ilə yaxın münasibət qurur. Düzdür. Tələbəlik illər dönəmindən yaranıb. Bu da doğrudur. Həm Azərbaycan, həm də Azərbaycandan kənarda kimliyi tanınıb. Görürsünüz, orada Azərbaycandan kənarda mətndə yazılıb ki, Paris sərgisində, Ümumdünya Paris sərgisində deməli nümayiş etdirilən eksponatlar sırasında Firidun bəyin kitabı olubdu. Deməli düzdür. Müxtəlif sahələrdə fəaliyyət göstərib, nəticə hissəsində sadalayır, doğrudur. Məmməd Arazın fəaliyyətinə yüksək qiymət verib, bu yanlışdır. Sadəcə deyir, Məmməd Araz sözləri ilə desək, vətəndaşı olmağı bacarıbdır. A variantı yanlışdır. Mətndə belə bir şey yoxdur. Baxırıq 14-dür. Mətn əsasında belə nəticə çıxarmaq olar. Xalqdan yığılan ianələr hesabına seminariya açıla bilər. Bu nəticəni çıxara bilmərik. 2 şəxs eyni işi birlikdə görə bilər. Bu doğru fikirdir. Məsələn, burada belə bir ifadə var. Deyir ki, Zöhrabzadə ilə birlikdə Təlim Lisani Türkçə adlı dərslik tərtib edir. Görürsünüz, bununla birlikdə tərtib edir. Deməli, 2 şəxs eyni işi birlikdə görə bilər. B variantı olar cavab. Bir insan müxtəlif işlə məşğul ola bilməz. Niyə fərqli işlərlə məşğul olurdu Firidun bəy Köçərli? Fərqli təhsil müəssisəsində oxuyan insanda milli düşüncə formalaşmaz. Adam qoyur seminariyada oxusa da, amma görürsünüz xalq üçün nələr eləyib. Müəllimlə tələbənin yaxın münasibəti mümkün deyil. Bu da səhvdir. Çünki deyir elə seminariyada oxuduğu müddətdə Çernyayevski ilə yaxın münasibəti olub. Sonra Kipiyan ilə yaxın münasibəti olub. 15-ə baxaq. Mətnin 6-cı abzası əsasında hansı fikrə əsaslandırmaq olmaz? 6-cı abzas deməli, müxtəlif illərdə teatr tamaşaları dünya klassiklərindən bəzi əsərləri Azərbaycan dilinə tərcümə edir. Uşaqların oxuması üçün balalara hədiyyə dərsliyini, Azərbaycan ədəbiyyat tarix materialları kitabını yazır. Xalqın maariflənməsi üçün müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış edir. Baxın, Azərbaycan ədəbiyyat tarixi. Deməli, Azərbaycan ədəbiyyat tarix əsərini yazdı. Ədəbiyyat tarixçisi olub, bu düzdür. Sonra klassiklərin əsərlərini tərcümə eləyib, tərcüməçi olub deyə bilərik. Maarifçiliklə məşğul olub, təbii ki, kitab yazması, tərcümə eləməsi bu maarifçilikdir. Publisistik fəaliyyətlə məşğul olub, çünki deyir ki, mətbuat orqanlarında məqalələr yazıbdır. Bu onun publisistik fəaliyyətidir. Uşaq bağçalarının yaradılmasında rolundan danışmır altıda. Onun üçün cavab D variantıdır. Mətn əsasında uyğunluğu müəyyən edin. Deyir Çernyayevski, Zöhrabzadə. Dərslik tərtibində həm müəllif olur. Bu Zöhrabzadəyə aiddir. 2A. Dini təhsilə önəm verir. Bu heç birinə aid deyil. Mədəni inkişaf üçün teatr tamaşalarına üstünlük verir. Bu
Firidun bəy Köçərlinin özünə aid ola bilər. Onun üçün bunu da çıxdıq. Müxtəlif məktəblərdə tələbə axtarır. Bu da Çernyayevskiyə aiddir. 1D, 2A oldu B variantı. Sonra 17. Mətndə çərçivədə verilmiş sözün kontekstə uyğun mənada işləndiyi nümunəni müəyyən edin. Çərçivədə verilmiş sözümüz nədir? Onun oxuduğu məktəbə gəlir. Onun oxuduğu məktəbə gəlir. İndi baxaq aya. Ay qardaş, de görək, bizim qarpız nə qədər gəldi? Buradakı gəlmək qarpızın çəkisinin nə qədər olduğunu öyrənməkdir. Evə gəlmək, nə bilim, kursa gəlmək, şəhərə gəlmək, bu gəlmək mənasını ifadə eləmir. Onun üçün çıxdıq. Qış gəlib, amma hələ də odun ehtiyatımız qış durub, yəni harasa getmir ki. Yəni burada artıq fəslin dəyişməsi anlamındadır. Getdi. Bu sözlər oğluma zarafat kimi gəldi. Burada zarafata necə gələ bilərsən? Olmaz. Türk dillərində şəkilçilər sözlərin axırında gəlir. Sözün axırına nətər gələ bilər? İnsan kimi gələ bilməz axı? Olmaz. Kino teatrdan çıxıb öz evlərinə gəldilər. Bəli, hərəkət eləmək anlamında. Fikir verin, deyir ki, oxuduğu məktəbə gəlir, yəni hərəkət eləyir, o məktəbə gəlir. Burada da öz evlərinə gəlir. Y variantıdır, doğru fikir. Sonra 18. Hansı abzası genişləndirilə bilər bu cümlə? Bu əsərdə dünyaca məşhur filosofun təlimini və metodlarını Azərbaycan xalqına, xüsusən də gənc nəslə çatdırmağa çalışmışdır. Aha, bax, deməli, seminariyada təhsil alarkən Yunan mütəfəkkirinin fikirləri əsasında Təlimi Sokrat əsərini yazır. Bu əsərdə dünyaca məşhur filosofun təlimini, yəni Sokratın təlimini və metodlarını Azərbaycan xalqına, xüsusən də gənc nəslə çatdırmağa çalışır. Üçüncü abzasının ortalarına yazırıq. Bax, bu xətt qoyduğum hissəyə, Zöhrəbzadəyə qədər olan hissəyə yazırıq. 3. Üçüncü abzas. Doğru cavab B variantıdır, B. Sonra 19. Tünd qara hərflərlə verilmiş söz əsasında cədvəli tamamlayın. Tünd qara hərflərlə verilmiş sözümüz daşı sözüdür burada. Yaxşı düşməyib, PDF-ə çevirmişik deyə. Burada daşı sözüdür, təkcə daşı. Vətəndaşı olmağı bacarmalıyıq. Daşı sözüdür. Aha. Mətndə işləndiyi həqiqi və ya məcazi məna. Publistik üslubdadır da orada, məcazi mənada. Vətəndaşı olmalıyıq. Başqa mənada həqiqi yoxsa məcazi mənada. Həqiqi mənada işlədə bilirik ki, deməli, daşı yerə atdı. Daşı yerə atdı. Vəssalam. Mətn əsasında maarifçilik fəaliyyəti təkcə dərs demək deyil, xalqı düşünməyə, dünyaya açılmağa və öz kimliyini tanımağa aparan yoldur. Fikrini əsaslandırın. Deməli, burada biz maarifçilik fəaliyyəti təkcə dərs demək deyil, xalqı düşünməyə, dünyaya açılmağa və öz kimliyini tanımağa aparan yoldur. Fikrini əsaslandırmalıyıq. Görürük ki, yazırsınız ki, mətndən də gördüyümüz kimi Firidun bəy Köçərli dərsliklər tərtib etmiş, sonra elmi bədii əsərlər yazmış, tərcüməçilik etmişdir. Hətta burada elmi bədii publisistik də yaza bilərsiniz. Publisistik əsərlər yazmış, tərcüməçilik etmişdir. Yazırsınız ki, bu faktlar göstərir ki, maarifçilik fəaliyyəti təkcə dərs demək deyil, xalqı düşündürmək, inkişaf etdirmək yoludur. Yəni, bu adam bu dərsliklərlə, bu məqalələrlə, bu elmi bədii əsərlərlə xalqı düşündürmüşdür. Göstərir ki, maarifçilik fəaliyyəti xalqı
inkişaf etdirmək yoludur və ya inkişafa aparmaq yoludur. Yəni bu adam xalqı inkişafa aparıb deyə deməli maarifçilik fəaliyyəti var.